Salam hörmətli abituriyentlər, Uyğur dövləti ilə bağlı video dərsin izahına keçirik. Yəni video dərsi sizə təqdim edirik. Uyğurlar haqqında birinci danışaq. Uyğurlar Mərkəzi Asiyada yaşayan türk tayfaları idi. Onlar haqqında ilk məlumat 2-ci əsrdə Çin mənbələrində verilir. Qeyd olunur ki, onlar mahir oxçular idi. Yəni çox yaxşı ox atırlar. Dəqiq, sərrast. Uyğurlar bir müddət Göytürklərdən asılı olublar və onlarla birlikdə Çinə qarşı mübarizə aparıblar. Yüksək şəhər mədəniyyətə malik idilər. Dağılmış şəhərləri bərpa edirlər, yeni şəhərlər saldırırlar. İpək yolu üzərində yerləşirdi onun şəhərləri və ticarət əlaqələri geniş inkişaf edirdi Uyğurlarda. Uyğurlar hələ Avropalılardan çox əvvəl kağız istehsal etmişlər, mətbəə yaratmışdılar. Kitab çapını da Çinlilərdən öyrəniblər, Çinlilərdən öyrəniblər. Sonra da ərəblər Uyğurlardan öyrənirlər və Avropaya daşıyırlar bu mədəniyyəti. Uyğur dövlətinin əsasını Qutluq Bilgə Kül Xaqan qoyur. 744-cü ildə bildiyimiz kimi Karluk və Basmıl türkləri ilə birlikdə 2-ci Göytürk dövlətinə son qoyub yeni dövlətin əsasını qoyur. Özünü Xaqan elan edir. Uyğur dövlətini yaradır. Və dövlətin paytaxtı da Ordu şəhəri olmuşdur. Moyonçurun dövrü ən qüdrətli dövrüdür Uyğurların. Onun taxta çıxması əvvəl narazılıqla qarşılanır. İstəmirdilər dövlət əyanları o çıxsın taxta, amma çıxır və hakimiyyətini də möhkəmləndirə bilir. Talas döyüşü baş verir 751-ci ildə. Kimlərin arasında olub bu döyüş? Ərəblərlə, deməli, Çinlilər arasında. Döyüşə bax, ərəb hara, Çinli hara. Ərəblərlə Çinlilər arasında Talas döyüşü. Və bu döyüşdə ərəblər qalib gəlirlər. Çinlilər uduzub Mərkəzi Asiyadan geri çəkilirlər, amma ərəblər də burada qala bilmirlər. Ərəb də geri çəkilir. Nəticədə boş qalan həmin ərazilərə Uyğurlar sahib olurlar. Talas məğlubiyyəti Uyğurlara Çinin daxili işlərinə müdaxilə etmək üçün şərait yaradır. Çin onsuz da zəifləyir. Uyğurlar da Çin üzərinə gedirlər. Uyğurların köməyi ilə Çin imperatoru öz hakimiyyətini bərpa edir. Belə ki, vaxtı ikən deməli Çin imperatoruna qarşı üsyan baş verir, imperator devrilir, sonra Uyğurlar, belə deyək, Çinə artıq daydaylıq edirlər. İmperatorun hakimiyyətini bərpa edirlər, imperatorun hakimiyyətini bərpa etmək məqsədi ilə Çinə hücum edirlər, paytaxtı tuturlar, Çinlilər Uyğurlardan asılılığı qəbul edir, Çində Tan sülaləsi hakimiyyətdə idi, həmin o Tan sülaləsi Uyğurlara tabi olaraq onlara ipəklə xərac ödəyir. Moyonçurun fəaliyyəti, baxın, narazılıqla qarşılamışdılar, istəmirdilər gəlsin hakimiyyətə. Gördünüz neynədir? Bir də var Bölgü Xaqan. Bölgünün dövründə Uyğurların Çin üzərində nüfuzu daha da artdı. Çinin bütün ticarət yolları Uyğurların nəzarətinə keçdi. Tibetlilər məğlub edildi Bölgü Xaqanın dövründə. Maniçilik dini qəbul edildi. Bu burada vəziyyət korlanır. Çünki maniçilik müharibələri qadağan eləyirdi. Türklər də döyüşkəndirlər də, döyüşürlər, at belində, ərazi tuturlar, fətlər eləyirlər. Bu müharibələri qadağan eləyən bir dinin türklər arasında yayılması onların döyüş ruhunu aşağı salır. Və Uyğurlarda dini pərakəndəliyə yol açır. Uyğurlar arasında hakimiyyət uğrunda mübarizə, xalqda dini pərakəndəliyin olması dövləti zəiflədir və 842-ci ildə, 9-cu əsrin 40-cı illərində Qırğızlar, digər bir türk tayfası Qırğızlar Uyğur dövlətini süquta uğradır, dəyərli abituriyentlər.